Əziz abituriyentlər, dediyimiz kimi biz dərslərimizə davam edirik. Bugün sizə Mesopotamiya haqqında məlumat verəcəyik və gəlin birinci xəritədən hansı ki dərslikdə Mesopotamiya ərazisinin təsvirini sizə göstərəcəyim. Baxın, bura Aralıq dənizidir. Aralıq dənizinin şərq sahilləridir. Suriya, Fələstin, burada görürsünüz Misir yerləşir. Qırmızı dəniz, Sinay yarımadası, bunun hamısının burada təsviri verilib. Kiçik Asiya hamısının təsviri verilib və burada deməli, Dəclə və Fərat çayları qeyd olunur. Biz Mesopotamiya sözünün dərsi keçəndə biz orada Mesopotamiya haqqında danışan nə məlumat veririk? Deyir ki, Mesopotamiya iki çay arası deməkdir. Yəni, o iki çay arası, iki çay deyəndə hansı çaylardan söhbət gedir? Dəclə və Fərat çaylarından söhbət gedir. Və bu qədim tarixçilər bu ərazini iki çay arası adlandırmışdı. Gəlin görək iki çay arasında hansı xalqlar yaşayıb. Baxın, Şumerlər yaşayıb, Ur, Uruk, Laqaş kimi şəhər dövlətlər olub, Assuriya, Aşur, Akkadlar. Bunların hamısı iki çay arasında yaşayan qədim xalqlar olmuşdu. Görürsünüz, demək olar ki, iki çay arasının cənubunda Şumerlər, mərkəz hissəsində Babilər, Akkadlar, bu şimalda isə yaşamışdı Assuriyalılar. İki çay arasının şimalı gəlib hardasa Kiçik Asiyaya qədər çatır, cənubu isə İran körfəzinə qədər gedib çatır. İndi daha sonra dərsimizin digər hissələrinə məlumat verəcəyik. Şumerlər deməli həm də dimin testlərində, sınaqlarında hər yerdə qarşımıza çıxacaq. Həmçinin bizim bu dərslərimiz 6-cı və 11-ci siniflərdə oxuyan məktəb şagirdlərinə də köməkdir. Çünki ola bilər dərsi kitabını açar, oxuyar, başa düşməz. Baxın, burada onun çox rahatlıqla izahı verilmişdir ki, bu izahlara qulaq asıb dərsini rahatlıqla öyrənib gedib müəllimə danışa bilər. Deməli, biz ilk çağrısında ən çox Şumerlər haqqında öyrənirik. Çünki Şumerlər haqqında olan hissə ən çox qəbul mövzumuzdur. Gəlin burada baxaq. Deməli, deyir ki, Şumerlər ilk çağrısının qədim sakinləri deyil. Onlar bura yeni daş dövründə, yəni Neolit dövründə köçüb gəliblər. Təxminən 7-6-cı minilliklərdə eradan əvvəl onlar Mesopotamiyaya köçüb gəliblər. Bizim köhnə kitablarımızda, ənənəvi kitablarda hər zaman ilk çağrısına onların Altay dağlarından gəldiklərini deyirdilər. Amma hazırki yeni kitablarımızda artıq bəzi mənbələr, bəzi tarixi mənbələrdə bildirirlər ki, Şumerlərin bəziləri isə Cənubi Qafqaz, yəni Şimali Azərbaycandan gəldiyi də güman edilir. Yəni onların bəzilərinin Cənubi Qafqazdan da köç etdikləri güman edilir. Beləliklə Şumerlər qədim türklərlə çox oxşarlıqları var. Məsələn, Şumer dilində Tingir demək, tanrı deməkdir. Qədim türklərdə Tengri tanrı deməkdir. Məsələn, Şumerlərdə ada ata deməkdir. Eyni zamanda qədim türklərdə, yəni bu türklərlə onların bir yerdə yaşadığını, adət-ənənələrinin köklərinin bağlı olduğunu göstərmək üçün verilmiş bir cədvəldir. Daha sonra biz artıq Şumerlərin mədəniyyətdə yaşadıkları yer haqqında öyrəndik. Burada Şumerlərin həyat tərzi haqqında bizim dərslimizdə çox maraqlı qeyd verilir. Baxın, bu şəkildə onların tikdikləri evlərdir, hansı ki onları çiy kərpicdən tikilmiş evlərdir bu evlər. Onlar həmin heyvanlar üçün bu formada qamışdan tövlələr tikiblər, heyvanları orada saxlayırmışlar. Baxın, görürsünüz şəkildə də evlər əsasən harda tikilib? Evlər əsasən çay kənarlarında tikilib. Çünki çay vasitəsilə həm şirin su ehtiyatı əldə edirlər, həm ovçuluq, balıqçılıqla məşğuldurlar çaydan, həm də ki, əkin sahələrini rahatlıqla suvarırlar. Bu da bunların yaşaması, yəni insanın yaşaması üçün nə lazımdır? Qida lazımdır, şirin su ehtiyatı lazımdır ki, onlar da burada özlərini bununla təmin ediblər. Sonra burada çoxlu xurma ağacları var imiş. Deməli, bu xurma ağacları düzdür, tikinti üçün onlara heç bir əlverişli deyil. Yəni onların amma soruşsanız ki, bəs yaxşı tikintidə əlverişli deyilsə, niyə xurma ağaclarını yetişdirmişlər? Deyir ki, xurma həm qida kimi yaxşıdır, çünki insanın gün ərzində tox saxlayır, qida kimi bunlar həm xurmanı yetişdirilmişlər, həm də deyir ki, xurmanın dənələri yaxşı yanır, yaxşı köz saxlayır. Ondan köz saxlayıb uzun müddət həmən közdən istifadə edilmişlər və yaxud da odu uzaq məsafəyə aparılmışlar. Bu da çox maraqlı faktdır. Həqiqətən də mən özüm də oxuyanda özümə də çox maraqlı gəlmişdi bu hissələr. Sonra Şumerlərin ixtiraları var. Deməli, Şumer ixtiralarından dolu çarxıdır, təkərli arabadır. Şumerlərin ən qədim ixtiralarındandır. Mən indi onların da şəklini göstərəcəm sizə. Sonra Şumerlərin tarix dövlətçiliyi haqqında da məlumat verəcəyik. Gəlirik burada Şumer şəhər dövlətləri. Eradan əvvəl 4-cü minilliyin sonlarında artıq Şumerlər yaşadıkları ərazilərdə özlərində şəhər dövlətləri yaradırlar. Deməli, təsərrüfatın bütün sahələrinin inkişafı qısa müddətdə burada əhalinin artmasına səbəb olur və əhali artdıqca onlar başlayırlar burada özlərinə məskənlər yaratmağa, yəni şəhər dövlətləri yaratmağa. Daha doğrusu şəhərlər. Və Şumerlər ilk olaraq
olaraq eradan əvvəl 4-cü minilliyin sonları, 3-cü minilliyin əvvəllərində Eridu, Ur, Uru, Kiş, Lagaş, Nippur və digər bu kimi şəhərləri formalaşır. Deməli, və bu şəhərlərdə artıq onların öz həyat tərzləri, hərəsinin özünə məxsus həyat tərzi var. Biz indi bunlar haqqında da öyrənəcəyik. Deməli, şəhər dövlətlər adətən bir tanrının şərəfinə, şəhər dövlətlər sonradan şəhər dövlətlər adətən bir tanrının şərəfinə ucaldılan zikkurat adlanan məbədin ətrafında yaranırdı. Yəni, bax, bu zikkuratın təsvirində, zikkurat piramida formasındadır, yəni pilləli məbədlərdir. Düzdür, burada həm bunun yuxarı hissəsində səma cisimlərini nümayiş edilmişlər. Həm də ki, bunlar tanrıların məbədləri sayılmış, orada ibadət edilmişlər və onların bütün əhalidə həmən o zikkuratların ətrafına yığılırmış və hər zikkuratın ətrafı sonradan bir şəhər dövlətinə çevrilmişdir. Çünki biz əvvəl Şumer şəhər dövlətlərini öyrəndə nə deyir? Deyir ki, Şumer şəhər dövlətlərinə ən əvvəllər, təzə yarananda En və Ens adlı kahinlər rəhbəri yerdi. Yəni, dini başçılar rəhbəri yerdi. Hansı ki, o kahinlər dini başçı idi və əhali onların başına toplaşırdı, onun dediklərini yerinə yetirirdi. Sonradan Muğallar, yəni hərbi başçılar idarə edir. Mən bunun üzərine bir də gələcəm burada. Daha sonra gəlirik burada, deməli, Şumerlərdə dövlətin mərkəzi qala divarlarla əhatə olunurdu, sənətkarlıq, ticarət inkişaf edirdi və Şumer şəhər dövlətlərinin ən xarakterik xüsusiyyətlərindən biri odur ki, teokratiya əsaslanırdı. Yəni, görürsünüz, bayaq deyir ki, hamı məbədin başına yığışırdı. Məbədin başına onları yığan nədir? Onların dini inancları. Yəni, hədsiz dərəcədə dini inancları güclü olur və ona görə də onları biz teokratik şəhər dövlətləri kimi xatırlayırıq. Yəni, dini idarə etmə bu şəhər dövlətlərinə güclü olur. Amma, baxın, yenə burada gətirik, Şumer şəhər dövlətlərinin əvvəlcədən En və Ensi adlanan kahinlər idarə edib, onlar dini başçıdır və o demək sonradan şəhər dövlətlərini Luqallar idarə etməyə başlamışdı. Luqallar isə hərbi başçıdır. Artıq hərbi sistem gücləndikcə, bunlar uğurlu hərbi əməliyyatlar həyata keçirdikcə, döyüşlərə gedib qazandıqca ölkədə kahinlər arxa plana keçib, hərbiçilərin mövqeyi artmışdır. Bax, yenə deyirik, bu ən xarakterik, ən vacib məsələlərdən biri, hansı ki, tez-tez sınaqlarda, topluluqda və yaxud da qəbulda qarşımıza çıxa bilər. Şumer şəhər dövlətlərinin ilk əvvəllər En və Ensi adlanan kahinlər, daha sonralar isə hərbi başçı olan Luqallar idarə etmişdir. Sonra, deməli, təhsil inkişaf edir. Çünki deyir ki, dövlət inkişaf etdikcə onun vergi sistemi, gəlirlərin hesablanması, çıxarların hesablanması lazımdır. Bunun üçün ölkədə savadlı insanlara, şəhərdə savadlı insanlara ehtiyac vardır. Və buna görə də Şumer şəhər dövlətlərində artıq təhsili inkişaf etdiriblər, məktəblər yaradıblar. Orada varlıların uşaqları, yalnız varlıların uşaqları təhsil verərək ödənişli təhsilinə gedib pul ödəniş edərək təhsil alırlar. Sonra, eradan əvvəl 4-cü minillikdə Şumerlərdə ilk yazı meydana gəlib. İlk yazı nədir burada? Şəkil yazı. Bəli, ilk yazı şəkil yazıdır. Amma zaman keçdikcə şəkli yazı artıq əlverişli olmadığına görə eradan əvvəl 3-cü minillikdə Şumerlər özlərinə məxsus yazı olan Mixi yazı sistemini yaradıblar. Yəni, dünya tarixində Mixi yazı sisteminin yaradıcısı biz bilirik ki, Şumerlərdir. Demişik, hieroqraflər deyəndə yaradanlar Misirlər, amma Mixi yazı deyəndə Şumerləri götürür. Sonra Şumerlərdə astronomiya, riyaziyyat inkişaf edib, yalnız 60-lıq sayı sistemini Şumerlər yaradıblar. Biz köhnə kitablarda 60-lıq və 10-luğu da bəzən yazırdılar. Amma buna ehtiyac yoxdur. Yalnız 60-lıq sayı sistemini yaradıblar. İlk dəfə saatı 60 dəqiqəyə çevrəni 360 dərəcəyə. Görün, bax, burada ilk dəfə sözü var. Artıq dərslik orada ilk dəfə yazıbsa, biz də topluluqlarda, testlərdə ilk dəfəni doğru götürə bilərik. Sonra günəş və ay ilinə əsaslanan təqvimlər düzəldiblər. Şumerlərin özünə məxsus yeniliklərindəndir bunlar. Sonra deyir ki, hətta orada məktəbdə uşaqlar misal məsələləri toplayıb hesablama aparırlar. Və soruşa bilərsiniz ki, ay müəllim, bəs bunlar harda yazırlar, nəyin üzərində yazırlar? Biz Şumerləri keçəndə çox maraqlı bir özlərinə məxsus xüsusiyyətlərini öyrəndik ki, Şumerlər yazılarını gil lövhələr üzərində yazıblar. Baxın, bu formada gil lövhələr düzəldirmişlər. O palçıqdan hazırlanan gil lövhələr üzərində yazılar yazılmışlar və maraqlı da budur ki, məsələn, onlar kağız üzərində yazılsaydı, yarpaqlar üzərində yazılsaydı, müəyyən vaxtlardan sonra məhv ola bilərdi, yana bilərdi, dünya nə qədər fəlakətlərlə üz-üzə qalıb. Amma gil lövhələr budur ki, gil lövhə hələm-hələm məhv olmurdu. Ona görə də Şumer tarixinə aid biz daha çox məlumat bilirik. Bəlkə də elə xalqlar olur ki, çox zəngin mədəniyyət olub, amma bu günə qədər gəlib çatıb deyib, biz onlar haqqında heç nə bilmirik. Amma Şumerlərin bax bu gil lövhələr üzərində yazdıqlarına görə onlar haqqında deməli, ən vacib məsələ
hər zaman qarşımıza çıxan sualdır. Dünya tarixində yazıya almış ilk dastan, Gilgamış haqqında dastandır. Dünya tarixində yazıya almış ilk dastan, yəni cümləni xüsusi olaraq vurğulayıram. Dastan çox məşhurlaşmış, hələ qədim dövrdə 2-ci eradan və 2-ci minillikdə müxtəlif dillərə tərcümə olmuşdur və bu dastanda dünyanın su basması haqqında da ilk rəvayət təsvir olunur ki, o rəvayətdə dünyanın su basması haqqında fikirlər söylənilmişdir. İndi biz gəlirik yenə də Mesopotamiyada, yenə də burada bu hansı ki məktəb dərsinin 11-ci sinif hissəsində Şumerlər haqqında olan əlavə məlumatlardır. Mesopotamiyanın təbii mühitinin demişik mənfi cəhətləri var. Mənfi cəhətlər odur ki, çay daşqınları ola bilər, təbii ehtiyatlarla azdır, məsələn filizizm. Müdafiə üçün zəifdir, çünki düz yerdir, düzənlik yerdir, dağlıq yer deyil ki, hər hansı bir hücum olanda müdafiə oluna bilsin də, bu bunların mənfi cəhətidir. Sonra deməli, gəldik burada, deməli, burada məlumatları verdik. Yenə Mesopotamiyanın 10-cu sinifdə buradakı təsviridir. Bunu da biz vermişik. Və dini idarəetmədən danışdıq, zikkuratlardan danışdıq. Sonra çalışmışam ki, dərslikdə Şumerlər haqqında nə qədər məlumat varsa, hamısını sizə göstərim ki, sonra biz hardasa olub da görmədiyimiz heç bir məsələ qalmasın. Və burada gəlirik, deməli, gəldik, hansı ki, Hammurapi qanunları bizə düşmür və dünyanın ilk imperiyasına gəldik. Biz deyirik ki, Şumerlər bəli, Mesopotamiyada yaşamış ən qədim və ən güclü xalqlardan biridir, amma çox təəssüf ki, Şumerlər Mesopotamiyada nə özlərinə dövlət yarada bilmirlər, nə də bütün Mesopotamiyanı öz ətraflarında birləşdirə bilmirlər. Və Şumer şəhər dövlətlərinin şimalında Akkadlar yaşayırdı. Təxminən eradan əvvəl 24-cü yüzillikdə Akkadların başda Sargon Şumer şəhər dövlətlərini işğal etdi. Deməli, və sonra Akkadlar Şumer sivilizasiyasının əksər hissələrini öyrəndilər, Şumer mədəniyyətini öyrəndilər, onların deməli özlərini tabe etdilər. Baxın, testlərdə həmişə qarşınıza çıxır. Şumerləri Akkadlar özlərinə tabe edibmi? Bəli, etdilər. Dövlət yaradanda, çünki bunlar Mesopotamiyada vahid imperiya yaradıb. Deməli, Mesopotamiyada nəyə qədər xalqları varsa, hamısını özlərinə tabe ediblər. Və deməli, beləliklə Sargon gücləndi, amma bir müddətdən sonra Akkadlar imperiyanı qoruyub saxlaya bilmədilər. İmperiya başladı zəifləməyə və eradan əvvəl 22-ci yüzilliyin başlanğıcında Azərbaycan tayfalarından olan Kutilər Akkad imperiyasına hücum etdi və buranı süqut etdirdilər. Hətta Kutilər özləri, bax bizim Azərbaycanda məskunlaşmış, yaşamış Kutilər 100 il Mesopotamiyanı idarə ediblər. Biz bunu tarix kitablarına bilirik və deyir, onlar Mesopotamiyada olduqları müddətdə orada heç bir çaxnaşmalar olmayıb, sakitçiliklə idarə ediblər, köhnə qaydanın idarəetmə sistemini dəyişməyiblər. Bu da Akkadların, Kutilərin Mesopotamiyada idarəçiliyinə aiddir. Daha sonra burada Mexi yazını dedik, zikkuratlar dedik. İndi bir neçə suallar verəcəm. Görün, mən deyəndə siz öz-özünüzdə bunu canlandıra biləcəksinizmi? Suallarımı verirəm. 60-lıq say sistemini kimlər yaradıb? Şumerlər. Dünyanın ilk dastanını kimlər yaradıb? Gilgamış haqqında dastan Şumerlər. Mesopotamiyada ilk imperiyanı kimlər yaratdı? Düşünürsünüz, Akkadlar. Şumerlər bütün Mesopotamiyanı öz ətrafına birləşdirə bildimi? Xeyr, birləşdirə bilmədi. Şumer şəhər dövlətlərinin aqibəti necə oldu? Eradan əvvəl 3-cü minillik sonları zəiflədilər, parçalandılar. Sonra ərəb mənşəli tayfalar gəlib, onlarla birləşdilər, qaynayıb qaçdılar və yox oldular tarixdə. Daha sonra deməli, Şumerlər çox tanrılı idilər, dindar idilər, bəli, teokratik sistemə əsasən dinləri var idi. Məbədləri nə adlanırdı? Zikkuratlar. Hansı yazı sistemini yaradıblar? Mexi yazı sistemini yaradıblar. Sonra nələr kəşf ediblər? Eradan əvvəl 4-cü minillikdə təkəri kəşf edəndən sonra təkərli araba, duluz çarxı, bunları kəşf ediblər. Sonra deməli, burada baxın, hamısının təsvirləri verilmişdir. Mesopotamiya nə deməkdir? İki çay arası deməkdir. Hansı çayların arasında yerləşir? Dəclə və Fərat çayları. Mesopotamiyanın cənubunda kimlər yaşayırdı? Şumerlər. Şumerlərdə şimalda kimlər yaşayırdı? Akkadlar. Daha sonra deməli, burada qalan nə qaldı? Şumerlərin atalar sözləri var. Çox maraqlı atalar sözləridir. Məsələn, orada mənim ən çox diqqətimi nə çəkdir ki, Tanrının da var, hökmdarın da. Amma qorxun ən çox kimlərdəndir? Vergi məmurlarına. Görürsünüzmü? O dövrdə də vergi yığan məmurlar insanlar üçün vahimə yaradırmış, qorxu yaradırmış. Necə ki, tarix boyu bu belə də olmuşdur. Sonra gəldik burada, demək olar ki, bütün məlumat, bu da qızıl dəbilqədir, arfa musiqi alətidir, deməli,
Şumer qadınlarının, xanımlarının geyimləri təsvir olunur və deyir ki, Şumerlərdə qadınlar idarəçilikdə də böyük əhəmiyyətə malik olublar. Bu da məktəblərin təsviridir. Bunların hamısını bildirdi. İnanıram ki, hamınız bunu sevə-sevə dərsimizdə qulaq asacaqsınız və buradan öyrənəcəksiniz və öyrəndikləriniz də heç vaxt yadınızdan çıxmayacaq. Yenə də hansı fikirləriniz varsa, yeniləməyimiz üçün, daha da inkişaf etməyimiz üçün hansı yeni fikirləriniz varsa yazın, biz onları tətbiq edək.